Salam hörmətli izləyicilərimiz, bir dəqiqədə yeni super bir dənə ev satışa çıxıb. Gördüyünüz kimi, bura həyətimizdir, evimizin giriş hissəsi həyətdir. Burada özünüzün qəşəng bir desetlərə bomba. Evi sizə deyəcəm, tam fərqli bir evdir. Necə bir evdir? Əsl həm oliqarx stili yaşamaq üçün özün üçün yarada bilərsən, oliqarx stili. Həm də istəyirsən adi bir həyatı yaşaya bilərsən. Amma niyə oliqarx stili, onu da deyəcəm. Baxın, çünki burada bir dənə qəşəng özünüz üçün super bir dənə mənzərə yaradırsınız. Yığırsınız dostunuzu, tanışınızı, kurubunuzu, belə deyək. Sırf buranı 4-5 nəfər alırsınız, istirahət üçün ev edirsiniz. Elə bir sizin üçün kiçik bir istirahət yerimi, otelmi, o belə bir şey yarada bilərsiniz. Bura həyatımızı idman yeri, mən edə bilmirəm, eləyənlər bilir də. Gəlin aşağıya. Bax, burada həm yaşamaq üçün ev düzəldə bilərsiniz, həm də sırf parnoy, nə bilim, hər cürə bir şərait, hamam kimi bir şərait yarada bilərsiniz. Gəlin, indi mən sizə göstərəcəm. Bura evimizin, demək, əlavə 2 otaqlı. Ev 5 otaq deməkdir, 3'ü yuxarıdadır, 2'si aşağıdadır. Baxın, buranı sırf ev eləyə bilərsiniz. Sırf istəsəz burada parnoy, sauna yarada bilərsiniz. Ona görə deyirəm ki, oliqarx stili bir şey yarada bilərsiniz. Dostunuz, tanışınız, 3 nəfər, 4 nəfər yığışıb bu evi alırsınız, şərait yaradırsınız. Hərdən biriniz ailənin gəlirsiniz, dost tanışlarla gəlirsiniz. Bu evdə hər istədiyiniz şərait yaradabilirsiniz. Bura aşağının sanuzeldir, balaca bir sanuzeldir. Baxın, burada dolap yeri düzəldiblər özləri üçün. Qəşəng evimiz taxta evdir, burası. Pol qəşəng istidir. Buradan əlavə yerdir, otaqlar var. 2 dənə əlavə otaq var burada. Bir dənə aralıdan çək. 2 dənə əlavə otaq var burada. Gördüyünüz kimi bu istilik sistemidir evimizin. Qəşəng istidir. İçəri bilsən nə? Bir dənə görək dərəcəsi işləyir. Dərəcəsindən baxsaq 30 dərəcə göstərir sənin istiliyini. Yəni əsl parnoy düzəldəsi yerdə, anda Allah. Özüm yerə aşıq oldum değil mi? Yəni sonra mı çəkmək? Keçək yuxarı 3 otağına. Bura kombi üçün yeridir. Nəzərdə tutulub evimizin. Kombi bütün yeridir. Evimizin kondisioneri, hər bir şey, pəncərələr gördüyünüz kimi dəmir yaşıtqadır. Yəni ona görə deyirəm ki, 3-4 nəfər alıb istirahət həyəsi yeridir. Çıx get ailəmlə gəmi, öz-özünü mühafizə edirəm. Evimizin hər tərəfi kamera sistemidir. Çöldən, içərdən həyətimizin kamera sistemidir. Ev görsən, 3 burada, 3 burada. 6 daş kürsülüdür. Burası qəşəng genişdir. Gördüyünüz kimi, burada özünüz üçün balaca şkaf yarın. Paltar üçün, ayaqqabı üçün yer düzəlt. Daha sonra evimizin içindən tanış olur. Hər çəkilişimizdə zəng gəlir olsun bizə. Deməli, bu şkafa ya çölə qoya bilərsən, evin lap salonunu belə boş da götürə bilərsən. Wi-Fi xətti, hər bir şey yerindədir. Telefon xəttinə qədər var. Evimiz yaşayış olan evdir. Ona görə səliqəlidir. Bir dənə çəkir yuxarını. Gördüyünüz kimi, avoyu, dizaynı çox super dərəcədədir. Gəlin. Bura evimizin salon hissəsidir. Gəl kamera çəkişlə bax. Bax, kamerası yəni işləyir. Çək, bax. Görününcə super bir dizayndır ev. Anla Allah, dostum deyir ki, bu ev əsli sənin rəng istədiyi kimi evdir. Kombisinə bax, böyle. Ən müasir kombi. Bundan artıq neysə, pəncərə və şəbəkə pəncərə. Çox superin superi bir ev. Daha sonra kondisioneri, evin üstündə böyle. Baxın, hələ istəyəm olsa, baxın, cinsin, bir şeyin cinsinə bax. Pişik olanlarımın mən xəstəsi var, yaxşı sən satmıyordun, ne sadısı? Böyle bir çevrin üstüne verəcəm, ona görə qulaqların şəklərini. Baxın, oyun. Dizayna bax, böyle şey. Nereye bax, nereye bax. Aboya bax, çox zövqlə işlənmiş bir evdə, Allah ya. Özüm aşıq oldum da evə, elə deyim sizə. Bu nə daha? Evə bax, bura bir otaqdır. Gördüyünüz kimi baxın, əşyalı olan necə genişliyi. Hər otağın baxın, komisiyanı görməyəcən aynı. Yəni bu ev sizdən hamam. Yəni bu evdə ben deyirəm sağınıza, deyirəm 800 belə bu evdə sauna kimi bir şeydir. Baxın sauna zəngə var, gör necə zövqlə müasir bir remontu var. Bura növbəti bir yoxdur. Qorxma, mən səndən betərəm olsun. Sən qara, mən qara. Yazıq narahat olma. Burada bir dənə, görürsünüz otaqların üst kondisiyonu. Alboya var, gör necə zövqlə işlənir. Otaq ay.
Nə bilmirəm amma bundan da yaxşı bir ev. Hər an bir zövqü var. Yəni həqiqətən də bu mən əsl istədiyim kimi zövqlü bir evdir. Allah Allah, yəni tam başqa bir evdir. Evimizlə bağlı kimin əlavə edən sualı olarsa yazıb əlaqə saxlaya bilər. Evimiz 5 otaqdır, 3 otaq yuxarıdadır, 2 otaq da aşağıdadır. İstəyirsiniz alın, yaxın bir adamınız varsa ona kirayədə verə bilərsiniz, aşağıda lap istəsə. Yəni qardaş, mən bu evi bilmirəm nə deyim ki, evin elə özü hər şeyə deyir də, yəni mənə deməyimə ehtiyac yoxdur. Sağ olun, çox sağ olun izlədiyinizə görə.